Yine meyvelerle başladım. Paxan artıq yetişir. Mən bundan devam ederim. Çox gözəl olur. Dadından doymaq olmur. İnşallah yetişəndə sizlərə çəkib göstərəcəm nətər düzəltdiyimi. Şöyle ne güzel gətirir. Baxın. Ucuna kadar getirir. Bakın. Ucuna kadar qar getirir. Ne güzel. Bunun bir bak, bu kırmızı rengi olur. Bakın kızarır artık. Ancak bu sarı rengi olur. Bakın bunlar sarı rengi olur. Geçen kompot olur. Ne bileyim bundan da dığımalıydık ama sarı olduğuna göre ben bilmiyorum. Bakın böyle. Bahçeyi dolaştım, eve geldim, kabak dilimledim. Şimdi kızartıyorum ben. Böyle hazırladım. Dilimledim kabakları, tuz, perez, kırmızı perez tökdüm. Yumurta, göyərti, tuz, perez hazırladım. Burada da unum var. Bakın, böyle kızartıyorum. Artık burada da pişir, hazırdır. Böyle. Peçenye pişirirəm. Burada 2 sketen, 300 gramlıq sketenlə un var. Bir kabartma tozu. Tuz. Bunları qəşəng qarışdırıram. Burada 150 gram yağ var. Numaca eləyəcəm. Umaça elədim. İndi burada qatığım var. 200 gram. Buraya 2 yumurta töküb. Yumurtaları qəşəng çalıram. Bir çaldım. Şimdi bunu buraya tökürüm. Bir vanil. Bunu yoğururum. Hamuru belə yoğurdum. Mən biraz un tökdüm. Bundan yəqin yumurtadan fərqli olur. Məndə biraz un azdı elədi. Yarım sketen əlavə etdim. Bax belə bir xəmir elədim. Biraz 15 dəqiqə dinləndirib yayacağım. Ben xəmirimi dinləndirdim. İndi onu 2 kündüyə ayıracağım. Şimdi xəmirimi yayayım. Ben xəmirimi kvadrat şəklində açdım. Şimdi buna pesok səpəcəm. Pesok səpdim. İndi kişmiş səpəcəm. Belə. İndi də xırdalanmış ceviz səpəcəm. Mən cevizi kişmişi səpdim. İndi kenarlarını yumurtalarını yağlayıram. Yağlayıb rüres şəklində vuracağım. İndi
kənarlarını mən burmağa başlayıram. Kənarlarını belə. Bax. Bunu belə. Oxurla biraz üzərinə belə yayırıb yuxaldıram. İndi bunu belə ya da beləsi və aslında istəyirsiniz kəsə bilərsiniz. Mən belə vasitəni kəsirim. Yağlı kağıt sərmiş içəriyə düzdüm. Üzünü yumurtalayacağım. Üstüne yumurta sarısı çekerim. Hamısını belə. Yumurta sarısı çəkdim. İndi də 180 dərəcəli fırında pişirməyə aparıram. Artıq peçenyələrim hazır. Baxın. Görün nə qəşəng peçenyelərdir. Burada qalan kündələri də belə kündələdim. Başqa cür, bunda başqa formada düzəldəcəm. Belə yayacağım, balaca. Belə. Bunda başqa bir formada peçenye edəcəm. Şirin qoğal pişirmiştim. Bundan içliyim artıq. Onun içine istifadə edəcəm. Bunda yağdır, undur, pesokdur, mac eləyirəm. Sarı kök vururam, vanil vururam. Mac eləyirəm. Belə hazırlayıram. Bunları da birləşdirirəm. Belə. Baxın. Belə. Birləşdirirəm. Qəşəng bərkidirəm. Baxın. Qəşəng bərkitmək lazımdır. Ləkələrini də düzəldirsən. Artıq peçenyələrim hazır oldu. Baxın, gözəl, bu qədər gözəl. 2 cür, bir xamırdan 2 cür peçenye hazırladım. Belə qəşəng peçenyelər oldu. Xəstə belə. Bunlar da belə. Çox sağ ol, təşəkkür edirəm. Abunə olun.